Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyindən əlilliyi olan qaçqın qadınların həyat hekayələri layihəsi çərçivəsində hazırlanan videoçarxın təqdimatı olub. Təqdimat Sosial Tədqiqatlar Mərkəzində gerçəkləşdirilib. Sosial çarx layihədə qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi, agentliyin maliyyə dəstəyi ilə maliyyələşdirilib və bizim ikinci belə qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinin maliyyə dəstəyindən ikinci bir belə əsərimizdir ki, birincisi İz Qərb Azərbaycanlılara qarşı soyqırım cinayətləri idi və Finlandiya ilə İsveçdə təqdimatımız olmuşdu. İndi isə 25-i və 26-sı Norveçdə və İsveçdə yenə təqdimatımız oldu və diplomatik korpuslar orada iştirak elədi. Çox böyük kontingent iştirak elədi və mətbuat, İsveç mətbuatı, Norveç mətbuatı bizim Azərtacın həmin bölgələrdə, həmin ölkələrdə olan nümayəndələrini məlumatlandırılması bizim üçün böyük bir şans oldu. Bir neçə dillərdə. İndi isə biz bugün buraya yığılmışıq, Bakıda təqdimatımızı eləyirik. Tədbir, dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutu ilə başladı. Tədbirdə videoçarxın ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov da iştirak edirdi. Bugünkü tədbirimiz əslən Qərbi Azərbaycandan olan qaçqın əlil qadınların həyat hekayələrinə həsr olunub. Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi maliyyəsinin yardımı ilə Əlil Qadınlar Cəmiyyəti tərəfindən videoçarx hazırlandı və həmin videoçarxın da ssenari müəllifi mənəm. Burada biz o həqiqəti çatdırmağa əsas məqsəd kimi qarşıya qoymuşuq. Çünki oradan köçən, qaçqın olan 2 milyon yarıma yaxın Azərbaycanlının içərisində çox sayda həm də əlil qadınlar var idi, uşaqlar var idi və onların o həqiqətini çatdırmaq bizim bir mənada həm də vətəndaşlıq borcumuzdur. Çünki belə bir söz var ki, deyir, tarix həqiqətin nurudur. Həqiqəti çatdırmaq isə yəni bizim vətəndaşlıq borcumuzdur. Həqiqət elə bir nurdur ki, o günəş kimi parıldayar. İctimai Birliyin sədri Məxluqə Rəhimovanın sözlərinə görə, rejissoru və operatoru Fərhad Sadıqbəyli olan videoçarx oktyabr ayında Norveç və İsveç ölkələrində də nümayiş etdirilib. Film Azərbaycan və İngilis dillərindədir. Əlilliyi olan qaçqın qadınların həyat hekayələrini əks etdirən videoçarxın nümayişindən sonra tədbir iştirakçıları təəssüratlarını bölüşdülər. Bugünkü tədbir Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan ictimaiyyətinin çatdırılması və cəmiyyətin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, tariximizin müxtəlif dövrlərində, xüsusilə 1905-7, 1918-20-ci illər, 1948-53-cü illər və ara dövrlərdə də deportasiyalar baş verib ermənilər tərəfindən xalqımıza qarşı. Bu deportasiyalar soyqırımlarla, eyni zamanda maddi mədəni irsimizə qarşı vəhşilik hadisələri ilə də tarix buna şahidlik edib və tarixin səhifəsində yer alıb. Təəssüflər olsun ki, sonuncu deportasiyada 350 mindən çox Azərbaycanlı yurdunu tərk edib və bu deportasiya nəticəsində çox sayda insanımız, deyək ki, minlərlə insanımız fiziki məhdudiyyət, fiziki cəhətdən əlil vəziyyətini düşüb, məhdudiyyətin, fiziki işləmə qabiliyyətini itirib. Həqiqətən də tədbir bugünkü gündə çox mühüm bir tədbir idi. Bu xüsusilə Qərb Azərbaycandan deportasiya olunmuş xanımların, əlil xanımların olan həyatıyla bağlı olan bir film idi. Film mənə çox
təsir elədi. Həqiqətən də məni uşaqlıq dövrünə qaytardı. Uşaqlığım anlarım yadıma düşdü. Burada çox mükəmməl bir çəkiliş olub. Ssenari müəllifinə təşəkkür edirəm, Mahir müəllimə. Biz də həqiqətən bu filmdən sonra belə qərara gəldik ki, Aşıq Ələsgər haqqında ümumiyyətlə bir film üzərində işləyək. Çünki düzdür, bir neçə dəfə filmlər çəkilib. Ancaq mən düşünürəm ki, mənim özümün düşündüyüm bir film olarsa daha yerinə düşər. İnşallah qismət olar o filmi üzərində işləyib başa gətirərik. Moda şirkəti olaraq belə bir tədbirlərdə biz tez-tez iştirak edirik və Qərbi Azərbaycanla bağlı belə bir geniş bir tədbirdə iştirak etdiyimiz üçün çox sevincliyik və çox şad olduq. Bu Əli Qadınlar Cəmiyyətinin tədbirində biz də dəvət elədi, biz də iştirak elədik. Çox gözəl və möhtəşəm bir tədbir oldu. Mayliqa xanım da, Elnara xanım da bu video çarxın ərsəyə gəlməsinə əziyyəti olan hamısına təşəkkürümü bildirirəm. Və bu video çarxı ərsəyə gətiriblər. İnşallah YouTube-da kanalda yüklənəndən sonra bizim hər bir Azərbaycan vətəndaşının borcudur ki, bunu bütün dünyaya, bütün xarici beynəlxalq aləmlərdə bunu sosial şəbəkələrdə paylaşım eləmək lazımdır. Ermənilər bizim əzəli düşmənimizdir. Biz inşallah Qərbi Azərbaycana geri qayıdacağıq. Hər kəsə təşəkkürlər. Tədbirdə millət vəkili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dost Agentliyi, qeyri-hökumət təşkilatlarına dəstək agentliyi, Qərbi Azərbaycan icmasına yanaşı digər yerli və xarici qonaqlar iştirak edirdilər. Yekunda videoçarxda iştirak edən qadınların çıxışları dinlənildi və xatirə fotoları çəkildi. Amaliyə Əhmədova, Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.